Səni ad günümə dəvət etsəm, gələrsən? Səvət edirəm və minimalist yaşayan birinin əslində çox da böyük bir qardırobu olmur. Bu arada bu mənim deyil, Müzəffərimdir amma. Səvət edən birinin make-up məhsulu da sadəcə. Əslində hər zamanki kimi konkret bir planım yox idi. Sadəcə Azərbaycan səyağı bir gün keçirmək istəyirdim. Bir Azərbaycan restoranına yollandıq. Qutab da var ya. Bəlkə qutab deyil. Gəlməni ucuz tutmasın. Milli yeməklərdən dadıb, restoran əməkdaşları ilə birlikdə ad günümü qeyd etdik. Novruz çərşənbəsində paxlava tapmaq da özünə məxsus bir xoşbəxtlik idi. Bəlkə də bu, ölkə xaricində keçirdiyim ən isti ad günlərindən biri oldu. Milli yeməklər, doğma dadlar və səmimi insanlar. Gün burada bitsəydi, mənə kifayət idi. Amma bitmədi. Bir kafeyə yollandıq ki, biraz da işləyək. İşlədikdən sonra da günü biraz da Alban səyahat keçirmək üçün başqa bir məkana yollandıq. Dəvətimi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm.